C300. Maşının sol tərəfi. Maşının ön hissəsində heç bir zədə yoxdur. Yəni bu firmasında yüngül parlovkalı iş var. Maşının sağ tərəfində heç bir zədə yoxdur. Maşının lüku var. 2023-dür, 165-ci maşındır. C300-dür. 41.000 cəmi yol gedib. Maşın demək olar sürülmüb. Ponlu fulldur, full option. 92.000 dirhəmdən aksiyona çıxır basacaq Green Line-dan. Yəni bunu 93.000 dirhəmə rahatlıqla ala bilərəm. Green Line-dan çıxır. Yaşıl işıqla 2 motordur. Yəni çox gözəl qiymətlidir. 23-ün maşınıdır. Su qiymətinədir də, yəni bu nə demək olar buna? Maşının sağ tərəfində heç bir zədə yox. Maşının arxa hissəsində bir dənə. Bu alınacaq, gördüyünüz kimi kollajen alınacaq. Maşının sağ tərəfində də burasında gördüyünüz kimi yüngül bir dənə cızıq var. Başqa maşında heç bir zədə yoxdur. Gördüyünüz kimi Green Line-dan çıxır. Yəni bu yaşıl işıqla çıxır 92.000 dirhəmdən. Bunu 1000 dirhəm artırıb 93.000 dirhəmə rahatlıqla ala bilərik. Bu da bunun salonudur. Belə bir gözəl də salonu var. Koji salondur. Bu da bunun VIN nömrəsidir. Yəni maşına söz ola bilməz. Çox gözəl maşındır. Çox qəşəngdir. Bir dənə papdireslə çart var. Bu da bunun VIN nömrəsi.